Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif riyaziyyat qiymətləndirmə 2-ci hissənin bölmə 10 məlumatların təsviri, cədvəl, piktoqram mövzusunu izah edəcəm. Deməli, test 1. Cədvəldə 4 uşağın meşədən yığdıqları qarağatın kütləsi cədvəldə gördüyünüz kimi göstərilibdir. Hər biri. Və belə bir sual verir mənə. Deyir ki, Zərifənin yığdığı qarağat, Zərifə məsəl üçün 19 kiloqram yığıb. Digər 3 uşağın birlikdə yığdığı qarağatdan neçə kiloqram azdır? Digər 3 uşağı toplayırıq. 17, 12 və 16. Hər birini toplayırıq ki, görək nə qədər azdır. 17-nin üzərinə ilk öncə 12 gəlirəm, eləyir 29, üstünə də 16 gələndə 45 alırıq. Və Zərifədə də 19 idi. 45-dən də 19-a çıxıram. Qalır 26 kiloqram. Bira uyğun olacaq A variantı. 2. Uşaqlar meşədən cəm neçə kiloqram qarağat yığıblar deyir. Cəm dediyinə görə hamısını toplamaq lazımdır. 19, 17, 12, 16 hamısını toplayırıq. 19-un üzərinə 17 gəlirəm. 36, üstünə 12 gəlirəm. 48, üstə gəlsin 16 eləyəcək 64 kiloqram. 2 uyğun olacaq C bəndi. 3. Mağazada 4 gün ərzində satılan dəftərlərin sayı piktoqramda verilibdir. Bir dənə şəkilimiz 4 dənə kitaba bərabərdir. Yəni 4 dənə kitabımızı biz elə ki, bir dənə şəkil kimi görürük. Və bizə sual verir ki, ikinci, bir də 4-cü gün satılan dəftərlərin sayı birinci və 3-cü gün satılan dəftərlərin sayından neçə ədəd çox olubdur? Gəlin ilk öncə ikinci və 4-cü günləri hesablayaq. 4 burada, 4 burada, 4 və bir dənə də tək qalır. Hesablasaq, 4 üstə gəlsin, 4 eləyəcək 16, 4, deməli 4, 16-dır. Bir dənə də əlavə qaldığı üçün 17 olur. 4-cü günə baxıram, 4, yenə 4. Burada isə artıq 16-dır. Birinci və 3-cü günə də baxaq. 4. Deməli 12, 13, 14, 15. Burada 15'dir. 4, bu da 4. Deməli bu da 12, 13, 14, 15. Bu da 15 oldu. Birinci və 3-cü günlər eynidir. Gördüyünüz kimi deyir ki, satılan dəftərlərin sayına neçə ədəd çox olubdur? 15 ilə 15 toplayanda 30 eləyir. 17 ilə 16-nı toplayanda isə bizdə eləyir 33. Və deyir ki, 2 və 4-cü gün satılan dəftərlərin sayı, yəni 17 ilə 16, 33. Birinci və 3-cü gün satılanların sayından birinci gün 15 idi, 3-cü gündə 15 idi. Bunlar da sayı ilə də 30. Neçə ədəd çoxdur? 3 ədəd çoxdur. 3-ü də vururuq neçəyə? 12-yə, çünki bir dənə şəkil 4 dənə kitaba bərabərdir. 3-ü də 4-ə vuranda alırıq 12. Necə uyğun olacaq? B bəndi. 4. Mağaza 4 gün ərzində deyir ki, neçə dəftər satılıb? Yəni mağazada 4 gün ərzində neçə dəftər satılıb? Gəlin 4 günü birlikdə hesablayaq. Deməli, birinci gün 15, ikinci gün 17, üçüncü gün 15, dördüncü gün 16. Yəni 30 ilə də 33 elədi 63. Bunu tapdıq. Və bir dənə şəklimiz də 4-ə bərabər olduğu üçün 63-ü də 4-ə vururam. 12, bir yadda, 24, 25. Yəni 252 eləyəcək. 4-ə uyğundur D bəndi. 5. Cədvəldə mağazada ilk 3 gündə satılan velosipedlərin sayı verilib. 4-cü gün mağazada 97 velosiped satılmışsa, 4-cü gün neçə velosiped satılmışdı? Deməli, 4 gündə mağazada 97 velosiped satılıbsa, ilk öncə 3 günü toplayırıq. 15-in üstünə 28, onun üstünə 31 gələcəm. 15 üstə gəlsə 28, eləyir 43, üstünə də 31 gələndə 74. 3 gündə 74.
97'dən də 74-ü çıxırıq ki, görək 4-cü günə nə qədər qalır. O deyir 23. 5-ə də uyğun olacaq P bəndi. 6. Piktoqramda bir gündə 4 sahədən yığılan bibərin kütləsi verilibdir və hansı sahələrdən eyni miqdarda bibər yığılıb deyir. Bunları saysaq, deməli 1, 2, 3, 4, 5, 6, 7, 8'dir. 1, 2, 3, 4, 5, 6, 7, 8 yenə də eynidir. İkinci və dördüncü sahə gördüyünüz kimi eyni olur. 6'ya uyğun olacaq C bəndi. 7. Birinci və üçüncü sahədən yığılan, ikinci və dördüncü sahədən yığılan bibərdən neçə kiloqram çoxdur deyir. Gəlin baxaq. Birinci sahəmiz, bir də üçüncü sahəmizə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 buradadır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir də yarım. Onu 60'a vuranda 600, 600'ün də üstünə 30 gəlirik. Olur 630. Bu bizdə birinci gündür. Sonra bir də üçüncü günə baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 idi. 11'i də 60'a vururuq. 660. Və 630 ilə 660'a toplayıram. 660'ın üzərinə 630 gələndə 1290. Bu bizdə birinci və üçüncü sahədir. İndi ikinci və dördüncü sahəyə baxıram. İkinci, dördüncü sahələr eyni idi. 1, 2, 3, 4, 5, 6, 7, 8 yarım idi. Yəni 8 vurulsun 60 plus üstə gəl 30 idi. 60'ı 8'e vuranda 480, üstüne de 30 gələndə 510 alırım. İkinci, dördüncü sahədə 510'dur. 510'dan 510'u toplayırıq. O da 1020 eləyir. Deməli, birinci və üçüncü sahədən yığılan 1290'dır. İkinci və dördüncü sahədən isə 1020 olubdur. 1290 çıxıram, qalır 270 kiloqram. 7'ye də uyğun olduğu deməli. 8. Satıcı gün ərzində satılan ağ rəngli qızılgül və qərənfilin, həmçinin qırmızı rəngli qızılgül və qərənfillərinin sayını cədvəldə təsvir etdik. Cədvəldə verilən ədədlərə əsasən boş xanalara uyğun ədədləri müəyyən edin. Deməli, bizdə qızıl güllərin cəmi 128'dir. Qırmızısı 77'si ağı tapa bilərik. 128'dən 77'ni çıxıram. 128'dən də 77 çıxanda geriyə qalır 51. Deməli, 51 dənə ağ qızıl gülümüz var. Sonra 86'dan çıxırıq 51'i. Geriyə qalır 35. Qərənfillərin sayı 35'dir. 96'dan çıxırıq 35'i. Bu deyir 61. Qırmızı da 61'dir. 77 ilə də 61'i toplayanda eləyir 138. Burada da olacaq 138. 128'in üzərinə 96 gələndə də 224 alırıq. Eyni qayda ilə 138 ilə 86'ını da toplayanda. O da 224 eləyir. 9. Cədvəldə bağdakı meyvə ağaclarının sayı verilibdir. Bu məlumata əsasən piktoqramı tamamlamalıyıq. Deməli, bir dənə üçbucağımız 6 ədəddir. 54'ü 6'ya bölsək, alırıq 9. 9 dənə üçbucaq çəkəcəyik bura mavi rəngdən. 4, 5, 6, 7, 8, 9. Armuda baxırıq, 33'dür. 33'ü 6'ya bölsək, təqribən 5 dənə düşür. 3'də qalır. Onda biz 5 dənə çəkirik. Əlavədə bir dənə yarı çəkirik. Bir hissəsini çəkirik, yəni 6'nın yarısı çünki 3 eləyir. Bunlara baxaq, 27'ni 6'ya bölürük. 4 dəfə düşür. Yenə də qalıb 3 olur. Deməli, yenə də 4 dənə tam çəkirik. Bir dənə də yarı çəkəcəyik. Yəni üçbucağın bir tərəfi var, digər tərəfi yox. 10. Piktoqramda 4 gün ərzində mağazada satılan albomların sayı təsvir olunubdur. Bu məlumata əsasən cədvələ tamamlamalıyıq.
Deməli, 8 ədəddir dairəmiz. Birinci günə satılan albomlar yazılmalıdır. Buraya yazılıb, limon yanlış yazılıb. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dənədirsə, 8-i 8-ə vururam, eləyir 64. 1, 2, 3, 4, 5. 5 dənə tamdır, 40. Bir də 8-in yarısı 4. 40 üstə gəlsin, 4 eləyəcək 44. Üçüncü günə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənədir. 9-u vururum 8-ə, 72. Dördüncü günə baxaq. 1, 2, 3, 4, 5, 6 dənədir. 6-nı vururuq. Təbii ki, yenə 8-ə 48. Bu səfər bunun lap balaca bir hissəsi, yəni 4 yerə bölünsə 2-si. 48-in də üstünə 2 gəlirik, eləyir 50. Gəldik test 2. Deyir, may ayında bir mağazada satılan topların sayı cədvəldə verilibdir. Deyir, satılan futbol və basketbol toplarının birlikdə sayı, futbolla basketbol toplayaq. 28 ilə 17-ni toplayıram. 45. Voleybol toplarının sayına, yəni 36-dan neçə ədəd çoxdur deyir. 45-dən də 36-nı çıxıram. Qalır 9. 2. Mağazada may ayında cəmi neçə top satılıbdır deyir. May ayında gördüyünüz kimi futbol, basketbol, voleybol hamısı satılıbdır. Ona görə hamısını toplayırıq. 28 üstə gəl 17 üstə gəl 36. 28-in üzərinə 17 gələndə eləyir 45. 45-in də üzərinə 36 gələndə olur 81. Piktoqramda deməli bir avtoparkdakı avtomobillərin rəngləri və sayı verilibdir. Bir dənə şəklimizdə 2 avtomobilə bərabərdir. Ağ və qara rəngli avtomobillərin sayı, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 8-dir. 1, 2, 3, 4, 5, 6, 7. Burada 7-dir. Deməli, ağ və qara avtomobillərin sayı 15 eləyir. Qırmızı və mavilərin sayına baxaq. 4 burada, 5 burada, 9 eləyir. Neçə ədəd çoxdur deyir. 15-dən də 9 çıxsa 6 elədi. 6-nı da 2-yə vururuq. Çünki bir şəkil 2 avtomobildir. Eləyəcək 12. 3-ə də uyğun olacaq səbən. 4. 2 qırmızı və 6 ağ rəngli avtomobil parkdan çıxıb. Deməli, 2 dənə qırmızı çıxıb. 6 ağ rəngli avtomobil də parkdan çıxıb. 4 qırmızı və 2 ağ rəngli avtomobil parka daxil olarsa, deməli 4 dənə qırmızı daxil olubdur. 2 dənə də ağ rəngli avtomobil daxil olub. 6 burada olacaq, 4 də burada. Cəm neçə avtomobil olar? 10. Onu da vururuq, deməli 2-yə 20. 20 buradadır. Digərləri isə 7 ilə 5 idi. 12 idi. 12-ni də 2-yə vuranda 24 eləyir. Toplasaq ümumi 44 eləyəcək. Yəni biz elə bir ki, bir şəkil 2 avtomobil olduğu üçün 2-yə mütləq vurduq. Burada 7 idi, burada 5 idi. 12 elədi toplayanda. 12-ni də 2-yə vurdum, 24'də. Burada da 6 ilə 4'ü toplayanda 10 eləyir, 12-yə vuranda 20 olur. 5. Cədvəldə mağazada ilk 3 gündə satılan qələmlərin sayı verilibdir. 4 gündə ümumi 247 satılıbdır. 4-cü gündə neçə qələm satılmış? Deməli, ümumi 247-dir. Yəni, buradan bura qədər olan summa. Birinci 56 ilə 79-u toplayıram. 135, üstünə də 48 gəlirəm. 183. Və 247-dən də çıxıram. Qalır 64. Deməli, 4-cü gün olacaq 64 cəbənd. 6. Piktoqramda səhər parkında bol əkilən ağacların sayı verilibdir. Eyni sayda əkilən ağaclar hansılardır deyir. Gəlin sayaq.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 buradadır. 9 da buradadır. 8 9'a vururam 72, 8 9'a vururam 72. Eyni sayda əkilən ağaclar hansılar oldu? Çınar və palıd oldu. Cavab olacaq D. 7. Parkda əkilən şam və çınar ağacları qovaq və palıd ağaclardan neçə ədəd çoxdur deyir. Deməli, şamla çinara baxaq ilk öncə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8, 8 oranında 64. Şamla çinara baxsaq, 72 ilə 64 topluyor. Qovaq və palıd ağaclarına baxırıq. 1, 2, 3, 4, 5'dir. 40 eləyir burada. Qovaqla palıd. 72 ilə də 40'ı toplayıram. Neçə ədəd çoxdur deyəndə isə bir-birindən çıxırıq. 24. 7 də yoğun olacaq A variantı. 8. Evdə heyvan saxlayan uşaqlar haqqında məlumat cədvəldə təsvir olunubdur. Cədvəldə verilən ədədlərə əsasən boş xanalara uyğun ədədləri müəyyən etməliyik. Deməli, ümumi cəmi 29'dur. Oğlanlar 12'dir. Qızları tapmaq istəyirəmsə 29'dan 12'ni çıxıram. Geriyə qalır 17. Sonra digərinə baxırıq. 17 ilə 23'ü toplayıram. Eləyir 40. 40'ın da üstünə 8 gələndə 48 eləyir. 12 ilə 6'nı toplayanda 18 eləyir. 33'dən də 18 çıxanda geriyə qalır 15. 23 ilə 15'i toplayıram. Eləyir 38. 8 ilə 6'nı toplayırıq. Eləyir 14. 8 ilə 33'ü toplayıram. Eləyir 81. 9. Cədvəldə sənə halanın saxladığı ev quşlarının sayı verilibdir. Məsələn, ev quşları toyuqdur, qazdır, ördəkdir. Gördüyünüz kimi toyuğun sayı 38'dir, qazın sayı 21'dir, ördəyin sayı 26'dır. Bu məlumata əsasən piktoqramı tamamlamalıyıq. Və bir dənə də kvadratımız, mavi kvadratımız 4 ədədə bərabərdir. Onda biz 38'i 4 yerə bölürüm. Bu da düşür 9 dəfə 36, 2 də qalıq qalır. Sonra 21'i bölürük 4'e. 5 dəfə düşür. Qalıq isə 1 olur. Deməli, toyuqda 9 dənə kvadratımız olmalıdır mavi. 9'u da renkli olmalı. 3, 4, 5, 6, 7, 8, 9. Bir də əlavə qalıq 2 dənə olmalıdır. Bu 1, bu da 2. Qaza baxırıq. Qazda tam 5 dənə də olmalıdır. Əlavədə bir dənə olmalıdır. Piktoqramda mağazada 4 gün ərzində satılan limonların sayı təsvir olunubdur. Deyir, bu məlumata əsasən cədvəli tamamla. Burada 7 dənə üçbucağımız var. Burada da 7 dənədir. 9 dənədir. 6 dənədir. Deməli, 7'ni vururuq neçəyə? 12'yə. Birinci gün olacaq 84. Sonra yine 7'ni 12'ye vururuq. Yine 84. 9'u 12'ye vururuq.
Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.